Səhiyyə Nazirliyi mövsümi xəstəliklərlə bağlı əhaliyə müraciət edib, bildirilib ki, hava şəraitinin dəyişməsi, insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi və immun sisteminin zəifləməsi bu infeksiyaların geniş yayılmasına şərait yaradır. Hazırda əhali arasında ən çox rast gəlinən kəskin respirator virus infeksiyaları adətən yüksək hərarət, öskürək, boğaz ağrısı, ümumi halsızlıq və bəzən ağırlaşmalarla müşahidə olunur. Risk qrupuna daxil olan şəxslər bunlardır. Yaşlılar, xroniki xəstəliyi olanlar, hamilə qadınlar və uşaqlar üçün bu infeksiyalar daha ağır fəsadlara səbəb ola bilər. Kəskin respirator virus infeksiyalarına qarşı mübarizədə profilaktik tədbirlər, xüsusilə peyvəndlənmə mühüm rol oynayır. Səhiyyə Nazirliyi tərəfindən profilaktik və əks epidemik tədbirlərin gücləndirilməsi məqsədilə qrip əleyhinə Sanofi Pasteur, bu Fransa istehsalıdır, olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları ölkəyə gətirilib. Qripə qarşı peyvənd infeksiyaya yoluxma riskini azaltmaqla yanaşı, xəstəliyin ağır keçməsini və ağırlaşmanın qarşısını almaq məqsədi ilə çox ciddi məsələdir və həmçinin bildirilir ki, dəyərli izləyicilər, vaxtında həkimə müraciət etmək tövsiyə olunur. Qeyd edək ki, qripə qarşı vaksinasiya tam ödənişsizdir. Yaşayış və ya iş yeri üzrə əhali ambulator, poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır.